Sabit cərəyan qanunlarının birinci bölməsinin 62-ci hissi ilə davam edirik. Yazır ki, farad vurulsun. Farad vuraq, amper vur 10. Hansı biz kəmiyyətin vahidinə uyğundur. Faradın açılışı kulon böl volt. Amper açılmayacaq. Onun açılışı volt böl amper. Amperlər gedir. Voltlar gedir kulon. Kulon nədir? Elektrik yüküdür. A. 64-cü suala baxırıq. Elektrik müqavimətinin əsas vahidlərdə ifadəsi. Müqavimətin vahidi ohmdur. Ohmun açılışı volt böl amperdir. I bərabər U böl R, R'də U böl I. Voltun açılışı joule böl kulon vur amper. Joule'u açıram. Kilogram vurulsun metr kvadrat böl saniyenin kvadratı. Kulonu da açırıq. Amper vur saniye kimi. Bu da olur saniyenin kubu. Hətta amperin kvadratı da olur burada. İndi gəlin variantlardan seçək. Amper kvadrat, saniye kubu, kilogram metr kvadrat, yəni Y variantı. Sonra 66-cı suala baxaq. Deyir, UAB 24 volt gərginlik var. Lövhələr arasında gərginlik bu qədərdir. S1, S tutumu 4 mikrofaraddır. R1 4 ohmdur. R2 8 ohmdur. R1 müqavimətindəki cərəyan şiddətini soruşur. Deməli, burada cərəyan mənbəsini işarə eləsək, bura mənfi, bura müsbət. Ümumiyyətlə, əgər kondensator qoşulmuş sabit cərəyan dövrəsi varsa, bilin ki, kondensator yüklənənə qədər, tam dolana qədər R1 naqilindən cərəyan keçəcək. Bu, sadəcə olaraq burada cərəyan şiddəti deyəndə qərarlaşmış, yəni son cərəyandan söhbət gedir. Kondensator tam dolandan sonra, yəni tam dolandan sonra artıq R1 belə deyim də, naqilində cərəyan yaramayacaq. Bunun səbəbi, deməli, R1 naqilinə artıq cərəyanın buraxılmamasıdır. Yəni, kondensator yüklə tam dolandan sonra, yəni elektronların müsbət tərəfə hərəkəti dayanır və nəticədə kondensator olan, qarşısına kondensator qoşulmuş dövrədən, yəni R1-dən cərəyan keçməyəcək. Əslində, normalda, yəni, buradan gələn cərəyanın bir hissəsi R1-dən, digər hissəsi R2-dən keçir. R2-dən keçən cərəyan tamamlanır. Amma qarşı kondensator qoşulan dövrələrdə yadınızda saxlayın ki, kondensator dolur, dolandan sonra artıq buradan cərəyan R1 naqilindən cərəyan keçməyəcək. Eyni ilə digər testlərdə o cür cavablandırırsınız. Yəni, variant olacaq 0. 68-ci suala baxırıq. 68-də nədir? Deyir ki, 2 naqilin voltamper xarakteristikası verilmişdir. R1 böl R2 nisbətini soruşur. Mən baxıram ki, burada i-ni sabit götürüb. Həm R1 üçün, həm R2 üçün 4 amper. I sabitdirsə, dövrə seçici ohm qanununa görə U böl R. Buradan da R-i tapsaq, R U böl I olacaq. I-ni sabitləsək, R-lə U düz asılıdır. R, U ilə düz asılı olduğunu görürük. Onda R1-in R2 ilə U1-in U2-yə nisbətidir. U1-i götürək, U1 götürək 100, 100 böl, U2 götürək 200. Bu da eləcək 2-də 1 C variantı. Sonra keçdik növbəti suala, 70-ci sual. 70-də nə deyir bizə? Deyir ki, cərəyan şiddətinin vahid zamandakı naqilin ən kəsindən keçən elektronların sayından asılını soruşur. Bilirik ki, I bərabərdir. Q böl T'dir. Q də NY-dir. NY böl T. Burada isə I N-dən düz asılıdır. C variantı. Növbəti suala keçək. 72. 72-də Venn diaqramıdır. Euler Venn diaqramında metal naqili müqaviməti və xüsusi müqavimətinə uyğun ifadələri yazın. Deməli, naqilin materialından asılıdır. Həm müqavimət, həm xüsusi müqavimət. 1 gedəcək 3-ə. 3-ə 1. Naqilin uclarındakı gərginliyin axan cərəyan şiddətinə olan nisbətinə bərabərdir. R, U böl I-dir. Bəli, bu aiddir müqavimətə. Yəni, 2-ni yazırıq 1-ə. En kəsinin sayısı düz mütənasibdir. R-in düsturunu yazıram. Rho L böl S. Daha doğrusu tərs mütənasib asılıdır deyir. Bəli, R S-lə tərs asılıdır. Ona görə də bu da gedir birinciyə. Temperaturun azalması ilə azalır. Metal naqillərdə müqavimət də, xüsusi müqavimət də temperaturun azalması ilə azalır. Düz asılıdır. Yəni, biz bunu növbəti dərsdə danışacağıq.
R0 1 topla alfa delta t veya eləcə delta t yazmaq olar. Deməli 4 getdi ortaya. Naqilin uzunluğundan asılı deyil. Bu isə aiddir xüsusi müqavimətə. Yəni 5. İndi gəlin doğru variant seçək. 1-ə 2, 3. 2-yə 5. Burada isə 3-ə isə 1, 4. Doğru variant C. Sonra burada 73-cü sualda fərqlidir. Deyir, dielektrik dayaqlar üzərində metal kürələr yüklənmişdir. Hər 3K açarı eyni anda qapandıqda yaranan cərəyanların istiqamətləri oxlarla göstərilmişdir. Kürələrin ilk potensialları arasında hansı münasibət doğrudur? Bilirik ki, cərəyanın istiqaməti intensiv istiqamətindədir. Cərəyan istiqaməti intensivlik istiqamətindədir. İntensivlik isə potensialı çoxdan aza doğru yönəlir. İndi burada istiqamətə fikir versək, görürük ki, F1-dən F3-ədir, F3-dən də F2-yə və eyni zamanda F1-dən F2-yə. Onda belə qənaətə gələ bilərik ki, çoxdan aza deyiriksə, deməli F1 F3-dən böyükdür və eyni zamanda F3 də F2-dən böyükdür. F1 də F2-dən böyükdür. Yəni doğru variant olacaq burada F1, F3, F2, B bəndə. 74. Şagird elektrik dövrəsini düzgün yığmadığından dövrədən cərəyan keçmir. Lampanın M sıxacağını hansı deməli nöqtəyə bağlamaq lazımdır ki, lampa gözərsin və ampermetr ondan keçən cərəyan şiddətini ölçsün. Deməli, gəlin yoxlayaq. 1 ilə birləşdirsək, təbii ki, cərəyan müsbətdən mənfiyə gələcək. Ampermetr deməli, naqildən cərəyan heç belə deyim, keçməyəcək. Çünki boş naqil boyunca gedər. Lampadan cərəyan keçməyəcək. Yəni bu doğru deyil. 1, 2 çıxdıq. İndi 2 ilə birləşdirsək, 2 ilə birləşdirsək nə baş verəcək? Deməli, bu dəfə doğru ola bilər. Yəni niyə? Cərəyan gəlib keçəcək lampadan. Çünki mən bunu 2 ilə birləşdirmişəm. Burada bir açıqdır. Ona görə də 2 ilə birləşdirdiyim zaman cərəyan gələcək. Buradan keçəcək. Eyni zamanda ampermetrdən də keçib dövrəni tamamlayacaq. Yəni elə B variantı doğrudur. Digər variantlara baxsaq, burada görərək ki, biz bunu belə birləşdirsək, artıq ampermetr kənarda qalacaq. Eyni zamanda digərlərini də demək olar. Yəni ona görə də ən doğru variantımız 2-dir. Gəldik növbəti sual 76. Amper vur saniyə bölünsün farad vur metr. Amper vur saniyə kulon kimi bağlana bilər. Burada bağlayıram. Kulon böl volt metr. Kulonlar gelir. Volt qalxır yuxarı. Volt böl metr. Bu isə Y bərabərdir U böl D düsturuna görə intensivlikdir. Elektrik sayısının intensivliyi. Gəldik növbəti suala. Məsələn, 77 tipli suallar çox verilir. Müqaməti dəyişə bilən dövrə hissəsinin voltamper xarakteristikası göstərilmişdir. U1-i verib bizə 100, U2 isə 300 volta qədər. Artıq da müqamət necə dəyişir? Deməli, biz nə edək? I bərabərdir U böl R düsturuna müraciət edək. Buradan R-i tapsaq, U böl I olacaq. Sonra nə edirik? Bir dəfə R1 tapaq. Bir dəfə də R2-ni. Mesela qoyaq yerinə. R1 tapsaq, U1, yəni 100 böl 0,2. R2-ni də tapsaq, 300 böl 100,1 olacaq. Və sonra bunları bir-birinə bölsək tərəf-tərəfə necə artdıqda necə dəyişdiyini soruşur. R2 böl R1 yazacağım. R2-nin yerinə 300 böl 100,1 vurulsun, vurmaya çevirirəm. 100,2 bölünsün 100. İxtisarlar gedir 3 yuxarıda, 2 də burada 6. Cavab olacaq 6 dəfə artar. Həqiqətən də R2-nin R1-ə nisbəti əgər 6 almışıqsa, 6 dəfə artmaqdır. R1-in R2-ə nisbəti 6 almışıqsa, bu azalmaq deməkdir. Variant olacaq 77-də A. Gəldik növbəti suala. Bu qrafiklər çoxdur. Bir neçəsini izah edəcəm. Digərlərini özünüz eləyərsiniz. 79-a baxaq. Deməli, bizə reostatdan keçən cərəyan şiddətinin onun uclarındakı gərginlikdən asılı qrafiki verilmişdir. Proseslərə uyğun cərəyan şiddətləri müqamətdən asılı qrafikini istəyir. İU qrafiki birinci halda gördüyünüz kimi İU'dan düz asılıdır. İU'dan düz asılıdırsa, I bərabərdir U böl R düsturuna müraciət etsək,
i-u'dan o zaman düz asılı olar ki, r sabit olsun. Deməli, r-in sabit olan variantlarını axtarırıq 1-dən 2-yə gedən halda və i-si artır. Burada a çıxır, b ola bilər, b ola bilər, c ola bilər, d də çıxır, y də çıxır. Çünki y-də görürsünüz hiperboladır. Burada da i sabitdir. Qalırıq B və C variantları arasında. 2-dən 3-ə gedən prosesə baxsaq, görürük ki, burada i sabitdir. Çünki i-yə perpendikulyar xəttdir. Bunu uzatsaq, gəlir i-ni kəsir. i bərabərdir yenə də u böl r-dən. Bizə i sabit lazımdır. Onsuz da bu düstur yazma ehtiyacı yox idi. i-si sabit olan variant qalan variantlardan C-dir. Doğru variant da C olacaq. Həqiqətən də 2-dən 3-ə getdikcə demək i sabitdir. U-nu tapsaq, u bərabərdir i-r-dir. i sabitdirsə u yerindən düz asılıdır. Yəni C variantı olacaq. Gəldik 81-ci suala. 1-dən 2-yə gedəndə xəttə baxırıq. Gedir uzantısı u-nu kəsir. Deməli u-ya perpendikulyardır. Belə deyə bilərik ki, u sabitdir. U sabitdirsə i yerdən necə asılı olacaq? Təbii ki, tərs. Deməli 1-dən 2-yə tərs asılıqlar axtarırıq. Ona görə də A və B çıxır. D də çıxır, Y də çıxır. Yəni C variantı doğrudur. Amma gəlin 2-dən 3-də baxaq. 2-dən 3-ə isə i-u'dan düz asılıdır. i-u'dan düz asılı nə zaman olar? R sabit olarsa, R sabitdir. Həqiqətən də buna baxın. R-ə perpendikulyar olacaq. Yəni doğru variant C olacaq. Məsələn, digər 83-ə baxaq. Birinci halda 1-dən 2-yə gedəndə uzadırıq, görürük ki, i-ni kəsdi. Deməli, i sabitdir. i sabitdirsə, u bərabər i-r düsturuna görə i sabit olanda u r-dən düz asılı olacaq. U r-dən düz asılıqlar A-da var. B çıxır. i-u'dan düz asılıdır. Yanlışdır, yanlışdır, yanlışdır. Yenə də seçim daha rahat oldu burada. A variantı doğrudur. Amma 2-dən 3-də baxırıq. 2-dən 3-də isə i bərabərdir u böl r-ə görə burada i-nin r-dən asılığı tərs verir. Deməli ki, u sabitdir. U sabit olan variant elə 2-dən 3-də doğru variant alacaq. Məsələn, bir dənəsinə də baxaq, 86 olsun. 1-dən 2-yə gedən hissədə görürük ki, i-u'dan düz asılıdır. i bərabərdir u böl r. i-u'dan nə zaman düz asılı olur? Təbii ki, r sabit olarsa. 1-dən 2-yə gedən hissədə r sabit olan variantı axtarırıq. Burada A var, doğrudur. B, C, D, D-də də var. Yox, D-də də var. D-ni silməyək. D və Y variantlarından biridir. İndi keçirəm 2-dən 3-ə. Dəqiq variant seçə bilmirik. 1-dən 2-lərin hamısında u artır. Ona görə də hamısında ox yuxarıdır. Doğrudur hamısı. Qalır 2-dən 3-ə. 2-dən 3-ə nə sabitdir? I sabitdir. U da bərabərdir i-r. Əgər i sabitdirsə, u r-dən düz asılı olmalıdır. U r-dən indi gəlin görək A, B, D, Y variantlarının hansında deməli u r-dən xətt asılı olub. U r-dən xətt asılı olan yalnız D variantındadır. Həqiqətən də 2-dən 3-ə u r-dən düz asılı olacaq və eyni zamanda u azalacaq. Burada 87 asandır. Yenə də baxaq. Deməli, bizdən soruşulan i bərabər q böl t düsturuna görə q-nü soruşur. Q də bərabərdir i t şərti. Oxumadım. Deyir, naqildəki cəryan işlətinin zamanı asılılığı verilmişdir. A və B nöqtələrinə uyğun gələn zaman müddətləri ərzində naqilin en kəsiyindən axan yükün miqdarı arasında hansı münasibət doğrudur? Q i t hasilidir. I sabitdirsə, Q t ilə düz asılıdır. Deməli, buradan görünür ki, TB TA-dan 3 dəfə böyükdür. Onda belə çıxır ki, QV də 3 dənə QA olacaq. Yəni D variantı.